Приветствую вас, дорогая церковь. Əziz kilsəsi salamlayıram. Мы с вами продолжаем проповеди, посвященные Пасхе. Biz Pasxaya olmuş vəzləri davam У edirik. нас здесь красивый баннер, как вы видите. Bizdə bahalı bir banerimiz var. Да. И сегодня мы будем говорить о втором этапе последних 24 часах жизни Иисуса. İsa Məsihin 24 saatının son etaplarından birindəyik. Çarxıya getməmiş. Это тайная вечеря. Bu sonuncu şam yeməyidir. Да, перевод немножко другой, но я спросил Сайда, он сказал, что так переводится. Azərbaycanın sonuncu şam yeməyi. Вы когда-нибудь задумывались о том, сколько вы вообще кушали в своей жизни? Heç fikirləşmirsiniz ümumiyyətlə siz nə qədər yemək yemisiniz həyatda? Ага. Если учесть, просто взять в среднем, что каждый человек 3 раза в день кушает, Normal orta statistik insan gündə 3 dəfə yeyəndə, то к 16 годам вы покушаете 17 тысяч раз. normalda 16 yaşına kimi artıq 17 min dəfə yemək yemiş olacaqsınız. К 60 годам эта цифра будет 65 тысяч. 60 yaşına isə bu 65 min dəfə eləyir. Представьте, сколько вы кушаете. Təsəvvür nə qədər yemək yeyirsiniz? Да, люди любят кушать. İnsanlar yemək yeməyi sevirlər. И ну, сколько приемов пищи мы можем вспомнить? Nə qədərsini biz xatırlayırıq bu 65 mindən. Даже есть в азербайджанском языке такая фраза, что я не помню, что я вчера кушал. Bizdə və dilimizdə belə mən üstünə yedim yadımda deyil. Да, но есть некоторые такие особенные ужины или обеды, которые были в нашей жизни. Amma xüsusi bir naharlar, şam yeməkləri olub ki, bizim həyatımızda vacib rol oynayır. Например, там день рождения, например, Məsələn ki, hansısa ad günü, свадьба hansısa toy ola bilər. или семейный какой-то пикник, я не знаю. Məsələn, ailə hansısa bir ailə görüşü, ailə pikniki. И сегодня мы с вами поговорим про один ужин или одно вечернее принятие еды, которое очень было важным вообще в истории человечества. İndi isə bir şam yeməyi haqqında danışmaq istəyirəm, hansı ki, bütün bəşəriyyət üçün çox vacib idi bu. Этот ужин, он перевернул историю человечества и повлиял на жизнь многих людей. Və bu şam yeməyi insanların həyatını dəyişdi. Да, за этим ужином царила такая интересная атмосфера окончательности. Və bu şam yeməyində xüsusi bir ab-hava vardı, belə deyək, tamamlanma ab-havası. Да, там было предательство, Orada satqınçılıq var idi, страдания, orada əzab var idi, разговоры о смерти. orada ölüm haqqında söhbət gedirdi. У Иисуса оставалось меньше, чем 24 часа, но он решил провести этот вечер с своими учениками. İsa Məsihin 24 saatdan az vaxtı var idi və şagirdləri ilə bu vaxt keçirməyə qərar verdi. Да, и там написано, что он очень желал именно с ними провести этот вечер. İsa Məsih deyir ki, mən bu yemək vaxtını sizinlə keçirməyi çox arzulayırdım. Именно в этот вечер Иисус установил то, что мы сегодня называем преломление хлеба. Məhz bu gecə İsa Məsih bu gün bizi Rəbbin süfrəsi adlandırdığımız bir adəti formalaşdırdı. Да, у него много названий. Преломление хлеба, вечеря Господня, причастие. Onun bir neçə adları var. Şərik olma, çörək bölmə, Rəbbin süfrəsi, minnətdarlıq. Давайте прочитаем этот отрывок. Məsələn ki, o mətni oxuya bir yerdə. Я думаю, сразу на азербайджанском уже. Gəlin birbaşa Azərbaycanca oxuyaq, vaxta qənaət edək. Pasxa quzusunun qurban kəsilməli olduğu mayası çörək bayramı günü gəldi. İsa Peter və Yahyanı qabaqca göndərib gedin. Pasxa yeməyimiz üçün bir hazırlıq görün dedi. Onlar isə İsa'dan soruşdular. Harada hazırlıq görməyimizi istəyirsən? İsa onlara dedi. Bax siz şəhərə girəndə qarşınızda səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin. Oranın sahibinə deyin. Müəllim sənə deyir, şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağı haradadır? Ev sahibi sizə yuxarı mərtəbədə hər şey hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün. Onlar gedib hər şeyin onun dediyi kimi olduğunu görürlər və Pasxa yeməyi üçün hazırlıq etdilər. Yemək vaxtı çatanda isə həvarilərlə süfrəyə oturdu. İsa onlara dedi. Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. Sizə bunu deyirəm. Pasxa Allahın padşahlığında yerinə yetənədək mən bir daha onu yeməyəcəyim. Sonra İsa bir kasa götürüb şükür etdi və dedi. Bunu götürün və aranızda bölüşdürün. Mən sizə deyirəm, Allahın padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyim. Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi. Bu mənim sizin üçün verilən bədənimdir.
Bunu məni xatırlamaq üçün edin. Elçi də axşam yeməyindən sonra kəsanı götürüb dedi, sizin üçün axıdılan bu kəsən mənim qanımla bağladığım yeni əhddir. Аминь. Я надеюсь, на русском языке вы смогли прочитать сами. Mən əminəm ki, rus dilində özünüz oxuyurdunuz. Для того, чтобы понять, что происходило на этом вечере, нам необходимо очень коротко заглянуть в историю этой Пасхи. Mən istəyirəm bu süfrədə baş verənləri anlamaq üçün bu süfrənin tarixçəsinə nəzər yetirək. Да, какие процессы там происходили? Nə proseslər baş verirdi orada? Да, вы эту историю слышали очень много раз, Bəlkə bu hekayəni çox eşitmisiniz. поэтому не будем о ней говорить очень много. Onun haqqında çox danışmayacağıq. Еще Закир обижается, когда мы много говорим об этом. Zakir acığı gəlir biz bu barədə çox danışanda. Но Иисус, Он преподнес эту вечерю немножко по-другому. Не то, что немножко по-другому, совсем по-другому. İsa Məsih bu rəhbin süfrəsini biraz tam fərqli şəkildə təqdim elədi. И придал ему истинный обновленный смысл. İsa Məsih ona yenilənmiş bir məna gətirdi. Обычно Пасха праздновалась в 14-й день месяца Нисан. Əslində Pasxa 14 Nisanda qeyd olunurdu. Да, есть такая машина Nissan, но есть... Öz maşını Nisanda ona görə belədir. Да, но это месяц соответствовал месяцу апреля. Bu təxminən aprel ayına düşür Nisan, yaxşılar ayı. Да, поэтому все в апреле празднуем Пасху. Buna görə biz Pasxanı apreldə qeyd edirik. И это был день, когда Господь вывел свой народ из Египта, из рабства. Bu həmin gün idi, harada ki İsrail xalqını Rəbb Misirdən çıxartmışdı. Там было 10 наказаний, и последнее наказание евреям необходимо было помазать косяки своих дверей кровью агнца. Və bu belə yadımıza gəlirsə İsa deyim dolaşdı. Pasxada İsa İsa Məsih çıxartırdı İsrail xalqını oradan və belə tapşırıq vermişdi axırıncı 10-cu cəzada ki, qapıların üstünə qırmızı quzunun qanını çəkin. И именно в этот день был ангел смерти, который прошел мимо этих домов, которые были, как бы сказать, обмазаны кровью. Və Allahın ölüm mələyi həmin qapıların yan keçdi, hansı ki üstündə həmin qanın işarəsi var idi. Да, и в этот день все евреи, которые могли приехать, они должны были приехать в Иерусалим и праздновать все вместе. Və Yəhudilər, hansı ki dünya fərqli yerlərində yaşıyordu, həmin ərəfədə yığışırlar İsraillər, zəvvarlar və birlikdə Pasxanı qeyd edirdilər. Да, говорят, что в то время в Иерусалим могли собраться до 2 миллионов человек. Həmin ərəfədə bir dənə Yerusalim şəhərində 2 milyonlarca insan yığışırdı o vaxtı. Представьте, это для того времени это было O огромное. vaxtki dövr üçün bu mega bir şeydi, böyük bir şeydi. 2 milyonlarca insan yığışır. Да, и после этого началось 7-дневное празднование праздника Пресноков. Və ondan sonra isə mayasız çörəklər bayramı qeyd olunurdu. 7 gün. Но что же происходило в обычной израильской еврейской семье в этот день? Nə baş verirdi? Bu ənənəvi Yəhudi ailəsində, sadə bir Yəhudi ailəsində. Да, мы все привыкли к фастфудам, да, то есть мы слышим это везде. Biz hər yeri fast food öyrəşmişik, dönərə zaman. Да, но Пасха, она была как бы long food. Да? Amma Pasxa yeməyi biraz uzun vaxt aparırdı, çox saatlar То çəkirdi. есть люди могли сидеть часами, могли общаться. İnsanlar saatlarla masa arxasında əyləşib söhbət edirdilər. И это было время такое семейное общение, воспоминания и благодарности Богу. Və həmin vaxtı ailə uzun saatlarla oturub həmin hadisələri xatırlayırdı, Allaha minnətdarlıq bildirirdi. И там были 4 чаши вина. Və orada 4 badə olurdu. И эти чаши вина были смешаны с водой. Və bu şərab badələri su ilə qatışmış olurdu. 2 к 1, или даже некоторые говорят, что даже 3 к 1 смешаны с водой. 2-nin 1-ə, 3-ün 1-ə qatışmış olurdu şərabla su. Да, чтобы не было никакого вообще опьянения у людей. Məqsəd odur ki, həmin bu şərabı içəndə onlarda belə sərxoşluq yaranmasın. Да, и потом они кушали горькие травы. Və sonra isə acı otlar yeyirdilər süfrə arxasında. Да. Для чего они это делали? Niyə bu acı otları yeyirdilər? Они кушали, вспоминали, как им было сложно в Египте. Onlar bu acı otu yeməklə xatırlayırdılar ki, onlar üçün necə Misirdə bir çətinlik var, əzab var idi. Да, они даже смешивали его с уксусом, с солью, чтобы кушать и прям вспоминать, как это было Onlar сложно. sirkə ilə, duzla qatıb acı-acı yeyirdilər ki, bütün bu kədəri xatırlasınlar. После этого как бы поднималась вторая чаша вина. Birinci badədən sonra bu ikinci badə qaldırılırdı. И обычно дети в семье спрашивали у отца, да, у главы семейства, там, отец, а чем этот день отличается от всех остальных? Və ailənin övladı soruşurdu atadan, saqqaldan ki, bu badə başqalarının nə ilə fərqlənirdi?
иногда отец начинал рассказывать историю, как Бог спас свой народ из Египта. Və sonra isə ata başlayır danışmağa, necə Allah İsrail xalqını Misirdən çıxıb qurtarmışdı. После этого они брали плоский хлеб без дрожжей, о которых говорил Эмиль. Və bu badədən sonra həmin Emilin dediyi o mayasız çörəyi götürürdülər. Да, он был плоский, обычно, не знаю, квадратной, круглой формы. И они его преломляли и кушали. Və belə dairəvi formada idi. Onlar bölüb onu yeyirdilər. И это означало, что в израильском народе никакой закваски не должно было быть вообще. Və bu o söz deməkdir ki, İsrail xalqında heç bir maya olmamalı idi ümumiyyətlə. И последнее, что они кушали, это был сам ягненок. Və sonuncu nə yeyirdilər? Onlar sonuncu quzunu yeyirdilər. То есть они его хорошенько прожаривали. Onlar onu qəşəng qızardırdılar, Да, iyi gəldi. извините за голодные. Mədəm ucu şişərə baxdı. Да, это все искусственный интеллект. Bu hamısı süni intellekt hazırlayır. Да, это не настоящий. Yeməyin də, tamamlamayın. Да. И ягненок был центральным, как бы центральной трапезой, центральной закуской, так сказать. Və həmin quzu ən mərkəzi və ən əsası yemək idi orada. И он символизировал, что как бы через это израильский народ спасся. То есть через его кровь, через его жертву они получили спасение. Və həmin bu məncə götürdü İloxsu. Və o quzu mənalıdır ki, bu quzunun sayəsində İsrail xalqı azadlığa qovuşub. Да, в Ветхом Завете мы читали, что без пролития крови нет прощения. Və biz Əhd-Əthiqdə oxuyuruq ki, qan axıdılmadan xilas yoxdur. И поэтому вот этот вот ягненок, он символизировал это прощение. Нужно было что-то дать Богу как бы в защиту, в спасение, для спасения. Və bu İsrail xalqının xilasını simvolizə edir. Allahın nəsə verməli idin ki, o səndən ölüm yan keçirsin. Но вернемся к нашему отрывку. Gəlin indi isə öz mətnimizə qayıdaq. Иисус с учениками также готовился к этой трапезе. İsa Məsih də öz şagirdləri ilə bu masada, həmin bu cürünə bir masada əyləşmişdi. Он отправил двух учеников, Иоанна и Петра, O şagirdlərinə isə Yəhyanla Petri göndərmişdi. и сказал, что идите и приготовьте нам место, найдите место. Və onlara demiş ki, gedin filan yerdə hazırlıq görün. И тогда Петр и Иоанн сказал, что как нам это сделать? В городе 2 миллиона человек. Və Petrlə Yəhya soruşur ki, necə eləyə bilərik ki, şəhərdə 2 milyon adam? И Иисус дал им идеальную инструкцию. Və İsa Məsih onlara ideal bir təlimat verir. Найдите мужчину, который взял кувшин с водой, и следуйте за ним. İsa Məsih deyir ki, gedin bir kişinin tapın hansı ki, küsəni götürüb gedir. Да, можно подумать, что как бы в городе может быть 1000 таких мужчин, 1000 таких кувшинов. Fikirləşmək olar ki, şəhərdə çoxlu belə kişi tapmaq olar ki, küsə ilə gedir. Да, на самом деле в то время обычно люди, как бы мужчины, не nосили кувшины с водой. Amma prikol bundaydı, maraqlı bundaydı ki, o vaxtda kişilər bu küsə ilə gəzmirdilər. Да, обычно женщины этим делали. Bu qadının işi idi, qadın götürdü. То есть это культура того времени. Bu o vaxtın mədəniyyətinin bir hissəsidir. И когда они уже нашли этого мужчину, он им показал место, они все приготовили. И написано, что настал час. Və hər şey hazır olandan sonra çox sağ olun, yazılıb ki, vaxt gəlib çatanda Иисус написано, что возлег своими учениками вокруг этой трапезы. və İsa Məsih öz şagirdləri ilə birlikdə bu masanın arxasına əyləşir. Вы, наверное, видели картину известную. Yəqin siz bu məşhur şəkli görmüsünüz. Да, Леонардо да Винчи, да. Хотел другого сказать. Leonardo Michelangelo. Leonardo da Vinci'nin bu şəklini görmüsünüz. Да, эта картина хранится в церкви в Италии. Bu İtaliyadakı kilsə binalarının birindədir. Да, вход туда стоит где-то 15 евро, если вы хотите. Maraqlısı 15 evroda oran girişi. Да, можете пойти посмотреть. Gedib baxa bilərsiniz. Ну, насколько эта картина отличает реально как бы вечерю, которая была как бы Иисуса с учениками. Nə dərəcədə bu şəkil İsa Məsihin həqiqətən oradakı reallıqla uyğun gəlir. Я скажу, что вообще не похоже. Əslində heç oxşarlığı yoxdur. İşığı söndürsə olar. Olar. İşığı söndür ki, rahat görsənsin. Во-первых, потому что они все sидят на стульях. Birincisi onlardır ki, hər hamısı masada stola oturacağı əyləşib. А в то время, во время Христа, они как бы возлежали вокруг стола, как бы, как сказать, облокотившись на одно, как сказать, на один локоть, а другой рукой они кушали. Amma əslində orada hamı dirsəklənib uzanmışdı, dirsəyin üstündə və elə çörək yerdilər. Да.
Ага. Şərq xalqlarına. В Центральной Азии тоже так. Bizdə də atası belə olub. Ага. И еще они все так сидят, как будто бы они приготовились фоткаться. Вот, Belə oturublar bir kamçı şəkil çəkdirməyə çalışırlar. да, то есть это тоже не так. Hə, bu da uyğun gəlir. Кроме того, что можно сказать? Вот здесь есть Иуда, если посмотрите, это вот Иуда. Вот это он. Bu Yahudadır, çatqın Yahuda. Да, вот как можно понять, у него вот деньги, да, в rukах. Görürsünüz nə demək, əlində pullar var. Да, и он на самом деле расположен неправильно, потому что по Библии он по большой вероятности сделал по левую сторону от Христа. Amma kəlama görə o İsa Məsihin sol tərəfində əyləşmiş, şəkildə düzgün deyil. Потому что Иисус, когда обмакнул хлеб в определенный соус, он протянул, дал Иуде. Çünki İsa Məsih sökəlmiş olduğu halda çörəyi batırır və Yahudaya verir. Да, и написано, что после этого вошел в него сатана. Və bundan sonra iblis şeytan Yahudanın ürəyinə girir. Да, то есть Иуда и Иоанн сидели по правую и по левую сторону, и они были очень близки к нему. Yahuda və Yəhya İsa'nın ən yaxınında əyləşmişdi. Да, и еще у них женские лица, если вы посмотрите. Şübhəsiz orada bir çoxlarının qadın sifəti var, То saqqalı. есть в то время евреи не выглядели так вообще. O vaxtda Yəhudilər heç belə görsənmirlər. Да, но в моем понимании, Хавел поменяй, в моем понимании вечеря Господня была совсем другой. Mənim anlayışımda isə Rəbbin sözü tamam başqa bir cür idi. Это была дружеская атмосфера, атмосфера, где собрались друзья. Orada dostluq münasibətində olan insanlar əyləşmişdi. Это тот момент, когда как бы весь мир затих, как бы затишье перед бурей, да? Bu sanki elə bir şeydir ki, böyük bir sükut var idi yer üzündə və bu böyük bir burulğandan öncəki bir sükutu xatırladırdı. Да, мы знаем, что буквально через несколько часов Христа схватят и начнут как бы придавать ему физические как бы страдания. Və bir neçə saatdan sonra biz bilirik ki, İsa Məsihi həbs edəcəklər və onu istirablarla qətlə yetirəcəklər. Миссия Христа на земле, его общественная миссия, она фактически была завершена уже на тот момент. İsa Məsihin yer üzündəki missiyası o dövr üçün artıq bitmişdi. Но он уже сказал все, что хотел сказать людям, İsa Məsih insanlara demək istədiyi hər şeyi demişdi. но ему еще нужно было кое-что сказать своим ученикам. Amma öz şagirdlərinə deyəcək sözləri var idi hələ. И он доверил им самое важное, самое главное, центральное место всего Священного Писания. Və o müqəddəs kitab ən vacib məqamı tapdı ki, onlar bu barədə danışsın. Это похоже, как тренер, когда собирает свою футбольную команду перед игрой вечер, а завтра у них игра, он собирает их и дает им последний. Bu elə bir ki, sanki trener, məşqçi sabah vacib oyun var, axşam vaxtı komandanı yığır, sonuncu nəsihətlərini verir ona oyuna qalıb. Несмотря на то, что Иисус многократно говорил о своей жертве еще до этого, я думаю, что ученики не до конца понимали то, что происходит. İsa Məsih baxmayaraq ki, nə qədər şeylər danışırdı, şagirdlər hələ də başa düşmürdülər. Они думали, что обычная Пасха будет, обычная последовательность. Onlar fikirləşdilər ki, ənənəvi Pasxa olacaq və onlar sadəcə bu Pasxanı keçirdəcəklər. Но что-то пошло по-другому. Amma nəsə tamam başqa isə. Когда Иисус взял хлеб, вот это вот без дрожжей хлеб, İsa Məsih mayasız çörəyi götürəndə, он должен был его благословить и разделить и раздать всем. İsa Məsih onu bölüb minnətdarlıq edib paylanmalı olduğu halda, Он его разделил onu böldü и сказал, что это мое тело, которое предает и ломится за вас. və İsa Məsih bölüb dedi, bu mənim bədənimdir sizin üçün verilən. И тогда ученики, наверное, sидели так. Стоп, что происходит? Və sonda həmin vaxt şagirdlər nə baş verir burada? То есть обычно последовательность пасхали была не такая. Çünki Pasxanın ardıcıllığı bu cürə deyildir Yahudilərdən. Да, и Иисус берет этот хлеб, который показывал, что через его, то есть он показывал его тело. Və İsa Məsih bu çörəyin öz bədənini təqdim edir. И через это тело, которое будет как бы уничтожено или разорвано, они получат спасение. Və necə bu çörək bölünürsə, İsa Məsihin bədəni belə bölünəcək və onlar azadlıq əldə edəcəklər. Да, через свое тело на кресте. Öz çarmıqdakı parçalanması ilə birlikdə. Это было сложно для них понять. Şagirdlər üçün bunu anlamaq çox çətin idi. Но потом стало еще сложнее. Və sonra daha çətin oldu. И потом он взял чашу, Sonra o badəni götürdü, вторую чашу, ikinci badəni и сказал, что это кровь, которая, моя кровь, которая проливается за вас. və dedi ki, bu mənim üçün axıdılan qanımın rəmzidir. Да, вам уже не нужны никакие агнцы, которые были до этого. Və deyir ki, sizin daha bu ana qədər verilən quzulara ehtiyacınız yoxdur. Да, вам не нужно мазать ваши косяки дверей. Sizin qapılarınıza qan çəkilmə ehtiyac yoxdur. Я
тот агнец, который вам необходим. Mən həmin quzuyam hansı ki sizin ehtiyacınız var. Мне интересно, спрашивали они Христа, когда они пришли на Пасху, где же наш агнец? Onlar İsa'dan soruşurlarmı ki, hanı bizim quzumuz? Да, я думаю, что Иисус никакого агнца не приготовил для них, кроме Mən себя. düşünürəm ki, İsa Məsih heç bir quzu hazırlanmamışdı var. И как мы уже говорили, что в Ветхом Завете любое прощение должно было быть как бы скреплено кровью. Əhdətikdə bütün bağışlamalar qanla mühürlənməli idi. И вместо того, чтобы обращаться опять в Ветхий Завет, на Старую Пасху, вот эту Ветхую Пасху и на Тору, Иисус говорил о новом, обновленном İsa Завете. Məsih olan gözləntisinə görə əhdətikdəki Pasxadan açıb danışmalı idi. Amma İsa oradan danışmır, yeni Pasxadan, özündən danışır. Да, и Он им говорит, что все старое прошло, и это теперь Новый Завет в моей крови. Və İsa Məsih bütün onlar keçdi və bu yeni əhdin qanı mənim qanımdır. Все эти животные, которые приносились в жертву в храмах, они не могли смыть грехи. O qurbanlar hansılar ki əhdətikdə gətirilir, onlar günahın qanını yuya bilmirlər. Да, и я читал, что по статистике в этот день как бы приносил жертву около 250 тысяч животных. Və mən statistik araşdırmaya görə orada 250 tisic, Да, 250 тысяч. 250 min qurbanlar götürülürdü. То есть практически каждый, я не знаю, там в минуту по 2 жертвы. Там, Məsələn, bir dəqiqə 2 dənə qurban kesilir təxminən, təsəvvür edin də. Но Иисус говорит, что все это Ветхая Пасха, Старая Пасха, она закончена. Və İsa Məsih burada həmin bu şey deməklə deyir, əhdətikdəki Pasxa bitdi. И моя кровь – это завет. Вот это вино, оно символизирует мою кровь, которая является заветом и, как сказать, знаком Нового Завета. Və İsa Məsih deyir ki, həmin bu qanun hansı ki var, yeni əhdin, yeni başlanğıcdır, yeni əhdin rəmzidir. Что же это значит для нас, для меня? Bu mənim üçün nə deməkdir? Во-первых, это означает, что Иисус предлагает нам сегодня освобождение. Bu o deməkdir ki, İsa Məsih birinci növbədə bizə azadlıq təklif edir. Пасхальный агнец, которого съедали семейство на Пасхе, он был символом защиты Божьей, символом освобождения для них. O quzu hansı ki yeyirdilər bir yerdə, Yahudi ailəsində, o azadlığın rəmzi idi. Бог спасал свой народ через кровь, и этот ангел смерти, он проходил мимо, и они были спасены, освобождены. Ölüm mələyi yan keçməklə onların qapısından quzunun qanına görə onlar azad olurlar. И сегодня также Иисус говорит, что через мою кровь я также вам даю освобождение. Və İsa Məsih də eyni cürə deyir, indi mənim qanımla sizə mən azadlıq verirəm. Вам не нужно больше, опять же, как я говорил, мазать эти косяки. Вам не нужно что-то делать ради этого. Və sizə yenidən qapını rəyləməyə o qandan ehtiyac yoxdur. Да, сегодня люди хотят, как сказать, застраховать себя своими добрыми делами. İsa Məsih insanlar özlərini sığortalamaq istəyirlər öz yaxşı əməllərini. Да, общественными какими-то хорошими поступками. Öz yaxşı fəaliyyətləri ilə, ictimai yaxşı işləri ilə, Финансами, там, какими-то, не знаю, счетами в банках. bankdakı hesabları ilə, pulları ilə özlərini sığortalamaq istəyirlər. Но Иисус говорит, что единственное, то, что может вам дать вам истинное освобождение, это моя кровь. Və İsa Məsih deyir ki, yeganə sizə azadlıq verəcək, təminat verəcək bir şey mənim qanımdır. Иисус есть наше освобождение. İsa Məsih bizim azadlığımızdır. Второе, Иисус предлагает нам спасение. İkinci nədir? İsa Məsih bizə azadlıq, xilas təklif edir. Когда Иисус предложил им свое тело и свою кровь, Он показал им новые взаимоотношения. İsa Məsih öz çörəyi ilə qanı təqdim edəndə yeni münasibətlər təklif edir. Я думаю, что они понимали все, они хорошо знали Ветхий Завет, они понимали все это происходит, но я думаю, что в их голове пока невозможно было это представить. Şagirdlərin eşidirlər, amma beyinlərində heç bir təsəvvür yarana bilmirlər. Потому что это были новые взаимоotnошения. Çünki o yeni bir münasibət növü idi. Раньше, чтобы прийти к Богу, нужно было пройти через какие-то этапы, через жертвы и так далее. O vaxtda onlarda əvvəlki dövrdə Allaha yaxınlaşmaq üçün müəyyən etaplardan keçməlidir. Qurbanlar, çadır və s. və s. Но сегодня Иисус говорит, что вам не нужно все это уже, вы можете напрямую приходить ко мне. Və indi isə İsa Məsih deyir ki, artıq sizə heç nə ehtiyacınız yoxdur. Birbaşa Allahın huzuruna gələ bilərsiniz. Я могу вам дать спасение. Mən sizə xilas verirəm. И благодаря тому, что я собираюсь сделать, у вас будут другие уже отношения между Создателем и людьми. Mənim etdiyim iş sayəsində sizin Allahla insanlar daha yeni münasibətiniz olacaq. И Бог сегодня предлагает это спасение каждому из нас. Və Allah bu xilası hər kəsə təklif edir. Бог предлагает нам освобождение. Rəbb bizə azadlıq verir.
освобождение от греха, günahdan azadlıq также спасение. və xilas təklif edir. И этот отрывок, который мы прочитали сегодня, это не просто какая-то обычная трапеза. Bu sadəcə bir yemək deyildi oxuduğumuz mətndə. Это была трапеза любви. Bu sevgi süfrəsi idi. Любви, которая не знала границ. Sevgi hansı ki heç bir sərhəd tanımırdı. Которая была готова сделать невероятное ради обычных людей. Və bu elə bir sevgi idi hansı ki heyrətamiz işlər görə bilirdi. В следующее воскресенье мы будем говорить про страдания, через которые прошел Христос. Biz 5-ci gün danışacağıq. beşinci gün. İsa Məsih əzablarını hansı ki keçib. Да, и через это все он показал, насколько он милосерд. Və bütün bu şeylər sənə göstərir necə o mərhəmətlidir. Что он прощает, исцеляет, спасает, освобождает сегодня. Və o necə azad edir, şəfa verir və xilas edir. И я хочу, чтобы мы сегодня немножко по-другому задумались о этой вечере. Məsələn, biraz fərqli cür düşünək bu süfrə haqqında. Да, это было там было всего 13 человек вместе с İsa Христом. Məsih ilə bir 13 insan var idi orada. И Христос знал, что ему предстоит пройти. Məsih bilirdi onu nə gözləyir orada. И он решил просто провести этот вечер со своими учениками. İsa Məsih isə bu vaxtı öz şagirdlərinə keçirmək И istəyir. это был доказательство его любви к людям. Və o bununla öz sevgisini göstərmək istəyirdi. Наверное, мы слышали, что вот в Америке я слышал такое, что перед тем, как человека, ему смертную казнь, как сказать, İnsanlara Amerikada işmişə ölüm hökmündən öncə ему дают выбрать какую-то еду. ona hansısa yemək seçməyə icazə verirlər. Да, и там я читал, какую еду обычно выбирают заключенные. Да? Və həmişə oxumuşam orada adətən həmişə hansı yemək seçirlər məhkumlar. Там разное было, я не могу Fərqli сказать. yeməklər var idi. Да, но Иисус также, он не сделал ничего плохого, даже не сделал никакого греха, он не был не осужден ни на что, но он выбрал этот последний день провести с своими учениками. İsa Məsih isə heç bir şey eləmədən, heç bir məhkumluq olmadan o sonuncu yemək şagirdlərinə bir yerə keçir. И он показал им истинный смысл вообще Пасхи. Və o bununla Pasxa əsl mənasını göstərdi. Это был момент, когда Иисус показал свою истинную миссию. Və burada İsa Məsih öz əsas missiyasını göstərdi bu ilə. Любить, Sevmək, служить и жертвовать. xidmət etmək və qurban vermək. Аминь. Amin.